Qarabağ döyüşlərinin iştirakçısı qazimiz Sənan Zeynalovu dəvət edirik. Rəhbər etmək üçün şair mütəxəssis Nəsibə xanım İsrafil qızı. Salam əzizlərim, biz mübarək bir günə yarışmışıq, hamımızın sevindiyi, yeni ilimizi qarşılamağa hazırlaşırıq, ilimiz başa çatır. Amma bu ildə hər biriniz uğurla Azərbaycanımıza qayıtmışsınız. Mən Araz bəyə qardaşım deyirəm, illərdir mənim qardaşımdır və onun dəfələrində iştirak eləmişəm. Bugün də çox xoşalam ki, belə bir mübarək günə yarışmışıq. Təsadüf elə gəldi ki, mən sizə təşəkkür edirəm. Məhz qazimizə bu mükafatı vermək mənə nəsib oldu. Mənim ürəyim sözlə doludur, amma mən üzümü hər birinizə tutub demək istəyirəm ki, bugün bizim qazilərimiz yeriyən şəhidlərimizdir. Allah şəhidlərimizi rəhmət eləsin, şəhid analarımıza səbir versin və bir şeir demək istəyirəm, məqamında, yerində qazilərdir. Vətən aşiqlərik, qartal olub göylərdə ağlamana büründük. Torpağı qucaqlayıb, dizin süründük. Öpüb bayrağımızı anda sadiq qalan biz. Yurdunu yağlardan 44 gün alan biz. Vətən aşiqlərik. Ayağım olmasa da ürəyimlə gedərəm. Gözlərim görməsə də diləyimlə gedərəm. Yenə gəlsə yağlar, yenə də gedərəm mən. Şəhid olun vətən üçün, tək sağ olsun vətən. Vətən aşiqlərik. Soğuqlu dərisiyəm, Babəyimin ərəni. Kaş görəydi Şuşanda yaranan mənzərəni. Qanamı geri alıb, igidlər zəfər çaldı. Ağları bu cihanda Şuşa fatihi qaldı. Vətən aşiqlərik, vətən aşiqlərik, vətən aşiqlərik. Bayrağımızı uca edən ürəyimizdən və əllərimizdən öpürəm. Var olasınız, həmişə bizə belə xalqımıza, millətimizə şöhrət gətirən olasınız. Aziz qardaş, təbrik edirəm. İlin mübarək gəlsin, işin mübarək gəlsin. Səni qardaşım Allah sevsin. Allah sevsə, bütün işlərin nam olacaq. Elə sevir də ki, bunda Azərbaycanımızın dəyərli olanları sənin yanındadır, qeyrətli olanlar yanındadır. Yəni, özümüzü alqışlayalım. Ona başda mənim olmamlarına buna dəvət elədiyi üçün öz təşəkkürümü bildirirəm. Üzərimdə əziyyətli olan personellər, şəriyyatlar, komandantlar, ayrı-ayrı hər birimizə minnətdarlığımı bildirirəm. Mən də öz adıma söz verirəm ki, inşallah müayitənin inkişafı üçün həm bir qazi kimi, həm bir dövləti sevən bir idmançı kimi, bir oğul kimi əlimdən nə gəlirsə canla başla